Dövlət Sosial Müdafiə Fondu 2025-ci ilin ilk 4 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 231 milyon manatdan daha çox vəsait xərcləyib. Bu dövrdə fondun ümumi xərcləri 2 milyard 501 milyon manat təşkil edib. Xərclərin artması əsasən yeni sosial paketin icrasına başlanılması və pensiya təyinatlarının çoxalması ilə bağlıdır. Belə ki, bu ilin ilk aylarında 17.500-dən çox şəxsə yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyin olunub. 2025-ci ilin ilk aylarından etibarən pensiyalarda artım müşahidə olunsa da, ilin sonuna qədər daha bir artım qərarının verilməsi ehtimalı gündəmdədir. Qeyd eləyək ki, Dövlət Sosial Müdafiə Fondunun 2025-ci il üçün təsdiqlənmiş büdcəsində də artım nəzərdə tutulmuşdu. 2024-cü ildə 6 milyard 949 milyon manat olan illik xərc bu il üçün 7 milyard 676 milyon manata yüksəlib. Bu təxminən 10%lik artım deməkdir. Fondun gəlirlərində də müsbət dinamika müşahidə olunur. Yanvar-aprel aylarında gəlirlər proqnozla müqayisədə 13% çox olmaqla 2 milyard 715 milyon manata çatıb.